Adam var, hər işlə məşğul olmağa vaxtı var. Nə üçün yaranıb o işlə məşğul deyil. Çox faciəlidir bu insanın vəziyyəti. Deyir ki, vaxtım yoxdur namaz qılmağa. Bir insan ki, deyir ibadət üçün yaranıb, hər işə vaxt tapır, namaza vaxt tapmır. Ən gülməli hallardan biridir insanın. İbadətə deyir, vaxtım yoxdur. Belə bir şagirdə deyirsən ki, dərs oxu, deyir, mənim vaxtım yoxdur dərs oxumağa. Mən burada oynayıram, qaçıram, şüşə sındırıram, bu mühüm işlərlə məşğulam, mən dərs oxumağa vaxtım yox. O insanın vəziyyəti belədir, gülməlidir və insanların çoxu onlar o işlər üçün ki yaranıb, o işlərə vaxtı olmur, vaxt tapa bilmir. İmam Səccad əleyhissalam görün nə arifanə dualar eləyir. Deyir, İlahi, məni nə məqsəd üçün yaratmısan, nə işi mən görməliyəmsə, vaxtımı elə ki o işlərlə məşğul ola bilim. Zaman, vaxt anlayışı çox mühüm anlayışdır, çox mühüm məsələdir. İnsan gərək Allahdan təmənna eləsin ki, düz faydalana bilsin, mənasız işlərlə məşğul olmasın.